Eyni günləri təkrar yaşadığınızı hiss etmisiniz? Bəzən gündəlik həyatın monotonluğu içərisində psixikamız avtopilot rejiminə keçir. Yəni çox da düşünmürük, hiss etmirik, hara getdiyimizi, nəyi niyə etdiyimizi, nə istədiyimizi fikirləşmirik və bu vəziyyətin fərqində belə olmuruq. Lakin həyatımızda hər hansı bir yenilik olduqda, məsələn, yeni evə köçdüyümüzdə, iş yerimizi dəyişdiyimizdə, səyahətə getdiyimizdə sanki silkələnirik və bizdə bir canlanma baş verir, avtopilot rejimindən çıxırıq. Siz də gündəlik işlər içərisində ilişib qalmısınız və ya üzdə hər şey qaydasında görünsə də nəsə bir çatışmazlıq hissi var. Belə olanda çox adam problemi düşünərək həll etməyə çalışır. Beyninizdə daha da çox düşünməkdənsə real həyatda yeni, fərqli bir şey etməyi yoxlayın. Bu yeniliyin nə olduğunun fərqi yoxdur. Lap istəsəniz işə gedərkən həmişə keçdiyiniz yoldan yox, fərqli yoldan, digər küçədən keçin və ətrafa baxın. Və ya kofe içməyə həmişə getdiyiniz məkana deyil də başqa yerə gedin və s. Bu mikro yeniliklər belə sanki psixikanızda donmuş sistemi oyadacaq. Belə demək olarsa reset edəcək. Beyninizə fərqli fikirlər gələcək və məsələn, həll etməyə çalışdığınız problemlərə əvvəl ağlınıza gəlməyən tərəflərdən baxa biləcəksiniz. Bu metod sadə səslənsə də onu təsirsiz zənn etməyin, bir yoxlayın. Lakin metodu çox tez etdikdə beyin aşırı yüklənə və yorula bilər. Belə ki, hər yenilik beyin üçün həm də stressdir, təhlükədir. Çünki bu zaman biz az və ya çox dərəcədə komfort zonamızdan çıxırıq. Beynimiz isə adətən enerjiyə qənaət rejimində işləyir. Lakin yeniliklə üzləşdikdə psixika öz resurslarını səfərbər edir. Ona görə də bu üsulu çox faydalı hesab etsəm də, hər şeydə olduğu kimi burada da özümüzü yeniliklərə məruz buraxmaq metodunu qədərində istifadə etmək lazımdır.